İndi buna baxın. Burada. Ha, burada zəifdir. Hə. Udqunma necədir? Boğulursunuz yoxsa? Hə. Yemək yeyəndə, su içəndə, Hə. Elə danışanda da. danışanda da. Aha. Ən çox əvvəllər danışarkən nəfəs darlığı çəkirdiniz. İndi necədir? İndi çəkmirəm. Danışarkən boğazınız ağrıyırdı, boğulurdunuz. İndi bəs masajdan sonra necə olmusunuz? İndi yaxşıdır. Yemək yeyərkən udqunma zamanı problem yaşayırsınız? Xeyr. Bəs dilinizdə, dodağınızda hərəkətlənmə, Yaxşıdır. aktivləşmə. Aktivləşib. Aha, bəs yaxşı. Nitqiniz necədir? Əvvəllər danışarkən fikrinizi çatdırmada çətinlik çəkirdiniz və qırılırdı sanki nitq. İndi necədir? İndi biraz yaxşıdır indi. Əsas ağırlıq verdiyi ilk 10 günlükdə masaj. Ona görə nitqin hələ üzərində işləmək lazımdır. Əlavə olaraq nə demək istəyirsiniz özünüz? Əlavə olaraq çox sağ ol. Allah səni var eləsin. Əziyyətin yerdə qalmasın. Razısınız məndən? Bəli.